Xoş geldiniz müəllimlər və abituriyentlər sizlərə. Mən Hikmət Tarix müəllimi Qaraya Hikmət. Bu günlərim sizlərlə Aşur dövləti haqqında danışacağım. Tarixdə Assuriya dövləti kimi də deyilir bəzən bu dövlət. Gəlin ilk öncə başlayaq. Assuriya harda yaranıb? Dəclə sahilində yaranmışdır. Bildiyimiz kimi Mesopotamiyada iki çay var. Fərat və Dəclə çayları mövcuddur. Fərat çayı aşağıdakı çaydır. O hissədə Babil yaranmışdır. Dəclə çayının sahilində isə hansı dövlət yarandı? Təbii ki, Assur dövləti yaranacaqdır. Nə vaxt yaranır Assur dövləti? 2-ci minilliyin əsasən əvvəllərində, belə deyək, yaranır. Daha sonra 2-ci minilliyin ortalarında burada Aşur şəhər dövlətinin yüksəlişi baş verir. Nə vaxt? 2-ci minilliyin ortalarında Aşur şəhər dövlətinin yüksəlişi baş verir. Və 8-ci əsrdə orduda əsas dəyişikliklər baş verir və əvvəlcə döyüş arabaları süvari atlı hissələrlə əvəz olunur. Nə? Döyüş arabaları süvari atlı hissələrlə əvəz olunur. Qoşundan öndə gedən kəşfiyyat dəstələri. Deməli, nə olacaq? Kəşfiyyat dəstələri, ilk dəfə mühəndis qoşun hissələri və rabitə bölmələri yaradılacaq. Nə yaradılacaq? Rabitə bölmələri ilə xəritədə Assuriyanın ərazisində göstərilib. Hətta Fələstin, Suriya indi birazdan keçəcək, tabe eləmişdir. Harada yerləşdi? Dəclə sahilində yerləşdi. Mesopotamiyanı da hətta öz işğalı altına belə salmışdır. Gəlin ilk öncə başlayaq. Orduda əsasən dedik insanlar burada peşəkarlardan ibarətdir. Yəni döyüşçülər peşəkarlardan ibarətdir. Dəmirdən hazırlanan silahlarla təchiz olunurdular. Ümumən orduda iki çay arasını tabe etdikdən sonra bir çox yerləri demək olar ki, Suriya, Fələstin, Finikiyanı işğal edib. Hətta Araq dənizi sahillərində olan, belə deyim, Misir dövlətinə belə gedib onu tabe eləmişdi. Urartu üzərinə yürüş eləmişdi. Onun üzərində qalibiyyətli müharibələr qazanmışdı. Daha sonra 8-7-ci əsrlər Assuriyanın ən qüdrətli dövrü hesab olunur. İki çay arasında bunu yadımıza saxlayırıq. Ən gözəl paytaxtı hesab olunan, aslanlar yuvası hesab olunan 7-ci əsrdə paytaxtı hara köçürür? Nineva şəhərinə. Hətta Nineva şəhərinin görüntüsü bu şəkildə əks olunur. Amma bu başqa dövlətlərə nisbətən işğal olunmuş ərazilərdə amansızlıq törədirdi və demək olar ki, xalq bunun əlindən cana gəlmişdi. Talayırdı bütün sərvətləri falan və buna qarşı nifrət hissini də artırırdı. Ondan sonra Urmiya gölü hövzəsində hətta tez-tez basqınlar edirdi. Ancaq bu da Urmiya gölü hövzəsində dedi ki, Manna ilə Urartu dövlətləri var idi. Düz idimi? Ayso, Manna dövləti ilə siyasətin dəyişməsindən istifadə edib müttəfiqlik siyasəti yeridəcəkdi. Əvvəlcə məsələn Azərbaycan tarixindən keçmişik də biz 2-ci Sarqonun vaxtında elə Manna hökmdarı İranzu ilə, daha sonra isə Azə ilə, Ulusunu sonra tabe eləyibdi və bunlar arasında müqavilə imzalanmışdı, hətta Sirdaqqa müqaviləsi və həmin dövləti belə özünə tabe eləmişdi. Daha sonra 7-ci əsrin əvvəllərində türk tayfaları olan İskitlər. Bunlar Aşuriya, yəni Assurlar, bunlara İşquz deyirlər. Bunu yadımızda saxlayırıq. Bunlara nə deyirdilər İskitlərə? İşquzlar deyirdilər. Əvvəlcə İskitlər bura gələndə, ilk öncə bu vaxtı Assuriyanı udan heç bir dövlət yox idi. Ancaq İskitlər gəldilər, tez-tez süvari oxlar atan, atlarda daha çox döyüşkən tayfalardan ibarət olduğuna görə bunları bir neçə döyüşdə məğlub elədilər. Artıq yerdə qalan əhali. Əvvəl bunları udan yox idi. Artıq xalq da, belə deyim, gördü ki, bunları udurlar. Bunlar üsyana belə deyim, təşviq elədilər və Assuriya getdikcə zəifləməyə başladı. Ona görə də Assuriya əvvəlcə hətta belə Manna müstəqil siyasət edən hökmdarı var idi. Kim idi bu? Ahşeri təbii ki 675-50-ci illərdə. Bu da İskitlərlə müttəfiq siyasəti yeritdi. Ancaq sonra Aşurbanipal hakimiyyətə gələn kimi həmin bu müttəfiqliyi pozacaqdı. İskitlərlə müqavilə bağlayacaqdı və İskitlərlə razılaşacaqdı. İskitlər gedib Mannanı, daha doğrusu İskitlər gedib Midiyanı tutacaqlar. 28 illik ağalıq dövrü 653-625-ci illərdə. Haran tutdular? Midiyanı tutacaqlar. Gəlir Aşurbanipal isə neçənci ildə? 650-ci ildə hətta Manna ərazisinə yürüş eləyəcək və Aşeri üsyanı nəticəsində öldürüləcək. Artıq bundan sonra o ailədə Aşurpərəst siyasət ediləcək və Aşuriyanın, yəni Assurların daha sonra Mannanın bu gələcək taleyi üçün mənfi rol oynayır. Təbii ki, bunu Azərbaycan tarixindən də keçəcəyik. Daha sonra biz nəyi vurğulayaq? 7-ci əsrin sonlarında artıq
Midiya dövləti güclənməyə başladı. Assuriyaya qarşı belə deyim Sitlərin ağalığından can qurtardı 625-ci ildə Kiaksar. Daha sonra həmin bu Midiya kimlə birləşəcək? Babillə birləşir. Babillə birləşir, həmin müttəfiqlər gəlir 614-cü ildə birləşirlər, 612-ci ildə aslanlar yuvası olan həmin bu Ninevanı tuturlar, yandırırlar. Neçənci ildə? 612-ci ildə. Artıq Assuriya getdikcə zəifləməyə başladı və 605-ci ildə Assuriya dövləti süqut edir. Bunu əsas yadımızda saxlayırıq. Hətta belə deyim, axırıncı Assuriya hökmdarı isə özünü saray içərisində qapataraq, belə deyək, o özünü yandırmışdı. Daha sonra mədəniyyətə gələk, Assuriya və Babil mədəniyyəti haqqında. Bunların mədəniyyəti Babillə Aşurun mədəniyyəti Şumerin davamçıları hesab olunur. Bunu yadımızda saxlayırıq. Və Mixiyazdır. Təbii ki, Mesopotamiyada yaşayan tayfalar əsasən yazı üçün nədən istifadə edirdi? Mixiyaz sistemindən istifadə edirdi. Burada əsas yadımızda saxlayacağımız zikuratlardır. Assuriya, Babil, keçən səfərdə vurğulamışdım. Assuriyada, Babildir, Şumerdir. Hər üçüsünün oxşar cəhət nə ola bilər? Təbii ki, zikurat məbədlər tikilməsi ola bilər. Əsas yeri rəssamlıq və heykəltaraşlıq tuturdu. Çünki Assuriya memarları o qədər inkişaf eləmişdilər ki, hətta döyüş səhnələrini belə divarlara, rəsmlərə boyuyurdular və müxtəlif gözəl görünüşlü, belə deyim, saraylar yaradırdılar. Həmin sarayları isə bəzən də elə olurdu ki, şəhərlərə bənzədirdilər. Daha sonra həmin belə sənət əsərlərindən qanadlı qrifon, məsələn, qanadlı öküz, qrifon, sfinks heykəllərinin təbliği də burada geniş yayılmışdı. Əsasən saray və məbədlərin tikintisinə xüsusi yerlər ayırırdılar. Kimlər? Təbii ki, Assuriyalılar. Və Babil qülləsi haqqında keçən səfər vurğulamamışdıq. Gəlin indi deyək, rəvayətə görə dünyanı su basdıqdan sonra həmin bu Babil qülləsi haqqında hamı bir dildə danışırdı və Babil qülləsini tikirdi. Daha sonra tanrıların, belə deyim, tanrılara çatmaq istəyirdilər. O qədər hündür tikirdilər ki, ancaq tanrıların bundan xəbəri tutur və bir gecədə həmin ustaların dillərini dəyişir. Sabahsız günü isə həmin bu ustalar başqa dillərdə danışır, bir-birinə başa düşmürlər. Babil qülləsi isə yarımçıq qalır. Daha sonra dünyanın ən qədim kitabxanası, dünyanın sonuncu qüdrətli hökmdarı elə Aşurbanipal, Aşuranın dünyanı deməyək də, Aşuranın qüdrətli hökmdarı, həmin bu Aşurbanipal xüsusən elmə, incəsənətə xüsusi maraq göstərirdi. Hətta adamlarını başqa-başqa ölkələrə göndərib, kitabların əl yazmalarını belə gətirirdi öz kitabxanasına. Hətta burada 30.000 cild kitab, belə deyim, kitabədən ibarət kitabxana da yaratmışdı. Aşurbanipal xüsusən bu elmə maraq göstərdiyi üçün hətta özü belə iştirak edirdi həmin bu əl yazmalarda. Ancaq Şumer əfsanə heykəlləri, hekayələri, Babilləri, Aşuranın əsatirləri haqqında məlumat verir daha sonra bu Babilləri. Ancaq daha sonra isə nə oldu? Assuriya dövləti süquta uğrayandan sonra və bu əl yazmalar da ancaq bu dövrümüzə gəlib çatıb. Belə deyim, Ninevanı tutub yandırmışdılar. Ancaq Aşurbanipalın əl yazmaları bu dövrümüzə gəlib çatıb. Elə bunlar haqqında da, Şumerlər haqqında da məlumatları elə buradan əldə eləyə bilirik. Bugünkü dərsimiz bu qədər. Gələcək dərslərimiz üçün YouTube-a abunə olmağı unutmayaq.